Ritmik səs, fırlanan çarxlar və qırmızı borular. Kənardan baxan biri üçün bu sadəcə mürəkkəb tibbi avadanlıq və ya soyuq bir texnika ola bilər. Amma Azərbaycanda minlərlə insan üçün bu mənzərə çox tanışdır. Bu aparat onlar üçün sadəcə cihaz deyil, böyrək çatışmazlığı olanların ümid yeridir. Respublika Klinik Xəstəxanasının hemodializ şöbəsində müalicə alan İbrahim Təqiyev də həmin xəstələrdən biridir. Analiz nəticələrindən sonra bu xəstəxanaya yönləndirilən pasiyentin bütün müalicə xərcləri icbari tibbi sığorta tərəfindən qarşılanır. Dərmanlarımızı vaxtında verirlər, yaxşı xidmət edirlər, təmizliklərinə söz ola bilməz, diqqətçildirlər, həddindən artıq. Əslən Laçından olan, hazırda Masazırda məskunlaşan 47 yaşlı Seyfəddin Abdullayev isə xəstəxanaya bir il əvvəl şiddətli ağrılarla müraciət edib. Vaxtında qoyulan diaqnoz və dövlət dəstəyi onun da köməyinə çatıb. Bir ildir gəlirəm bura, sağ olsunlar, yüksək səviyyədə baxılır burada. Tez müddətdə belə icbari sığorta ilə gəldim. Dövlət hesabına dializ oluram. Həftə neçə verirsiniz? 3 dəfə. Həftədə 3 dəfə. Həftədə 3 dəfə gəlirəm. Yəni 4 saat dializ alıram. Təəssüf ki, bu xəstəlik yaş tanımır. 10 yaşından bəri böyrək çatışmazlığından əziyyət çəkən Zəhrə Xalıqova səhhətində yaranan problemlər səbəbindən məktəb partasından da ayrı düşüb. Müalicə alırdım, gedirdim, yudururdum başqa yerdə, sistemlərdən. Amma belə dializə gəlmirdim. Müalicəsini edirdim, yox, nə olmurdu, çox. Həftədə neçə dəfə gəlirsən dializə? 1-3-5 gələm, 3 gün. Bəs dərslərinə mane olmur bu dializ? Gedə bilmirəm məktəbə. Respublika Klinik Xəstəxanasının həkimi Fərqanə Səfərli bildirir ki, hazırda şöbədə 400-dən çox xəstə qeydiyyatdadır. Gün ərzində isə orta hesabla 200 vətəndaş növbəli şəkildə seans qəbul edir. Xəstələrin dərman təminatı adətən demək dövlət dializ protokolu üzrə həyata keçirilir. Yəni belə ki, mütəmadi xəstələrdən laborator analizlər götürülməklə həkimlər tərəfindən bu təyinatlar icra olunur. Dərman təminatı qeyd etdiyim kimi dövlət tərəfindən icra olunur. Yəni icbari tibbi sığortanın proqramı çərçivəsində və xəstələr adekvat hemodializ müalicəsi üzrə bu dərman təminatı ilə təmin olunurlar. Qeyd edək ki, təbibin İnnovasiya və Tədrisat Mərkəzi bu sahədə təminatı gücləndirmək üçün 20 miqyaslı tender elan edib. Dəyəri 10 milyon 560 min manatdan çox olan satın alma çərçivəsində yeni dializ avadanlıqları, zəruri ləvazimatlar və dərman preparatlarının alınması nəzərdə tutulub. Toğrul Quluzadə, Zamin Novruzov, İTV Xəbər.